İqtisadi mühitə təsir edən əsas hadisələrdən biri də vergi qanunvericiliyinə edilən dəyişikliklərin ali səviyyədə təsdiqlənməsi olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Milli Məclisin dekabrın 9-da qəbul etdiyi vergi məcəlləsinə və bəzi qanunlara dəyişiklikləri təsdiq edib. Vergi məcəlləsinə edilmiş son dəyişikliklərin əsas məqsədi, əsas istiqaməti sahibkarların vergi yükünün optimallaşdırılması və biznes fəaliyyətinə təşviqin verilməsi ilə bağlıdır. Təsdiqlənən dəyişikliklərin ən mühüm istiqamətlərindən biri uzun müddətli vergi güzəştlərinin Muxtar Respublikaya da şamil edilməsidir. Belə ki, 2026-cı ilin yanvarın 1-dən etibarən 10 il müddətinə mənfəət, eyni zamanda gəlir, əmlak, torpaq, əlavə dəyər vergisi, sənaye və texnologiya parkının sənaye məhəllələrinin rezidentləri və investisiya təşviqi sənəd alan şəxslərə münasibətdə idxal əməliyyatlarına münasib olaraq və sadələşmiş vergi üzrə işğaldan azad edilmiş ərazilər üzrə tətbiq olunan vergi güzəştləri Naxçıvan Muxtar Respublikasında da tətbiq olunacaqdır. Dəyişiklik nəticəsində Naxçıvanda iqtisadiyyatın inkişafının davamlılığının təmin olunması, əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq mühitinin canlanması, ümumiyyətlə ölkə iqtisadiyyatının inteqrasiyası, əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi əsas hədəfdir.